Əmi soruşur ki, dünya sıxıntıları haqqında nə deyərdin? Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ Biz insanı sıxıntılar içərisində xəlq etmişik. Həqiqətən. İnsanın yaradılışından düz bu dünyadan köçənə kimi. Yəni, sıxıntılar içərisindədir insan, Allah qorusun. Ümumiyyətlə, bu dünya sıxıntılar məkanıdır. Nə qədər xəstəliklər, problemlər, çətinliklər, Allah qorusun. Kimin evladı, kimin yoldaşı, kimin atası, kimin anası. Hər bir kəsin sıxıntıları var. Yəni, sıxıntılardan azad olan bir şəxs yoxdur bu dünyada, həqiqətən. Elə bir adam yoxdur ki, desin ki, mənə problemim yoxdur. İstərsə imkanlı olsun, istərsə imkansız olsun. Gözəl olsun, çirkin olsun, kişi olsun, qadın olsun. Yəni, millətindən fərqli olmayaraq. Sıxıntılar həqiqətən insanlarda var. Subhanallah. Bu elə dünyanın dünya olmasına işarələrdən. Çünki dünyanın Allah qatında heç bir dəyəri yox. Yadıma gəlir, müəllimlərimizdən biri dünya haqqında danışanda qızıl hərflərlə yazılısı bir cümlə demişdi həqiqətən. Subhanallah. Olduqca mühüm məsələlərdəndir. Dünyadan danışırdı. Dedi ki, siz bir anlıq düşünün ki, dünya əbədidir. Allah qorusun. Deyir ki, insanın ürəyi partlayar deyir. Həqiqətən. İnsan düşünsək ki, biz əbədi bu dünyada yaşayacaq, Allah qorusun. Bu sıxıntılarla, bayaq saydığım o məsələlərlə yanaşı. İnsan deyir, ürəyi partlayıb ölərdir. Həqiqətən. Elə fikirdən ürəyi partlayıb ölər insanın, Allah qorusun. Yəni, bəzi məqamlar olur ki, o məqamlar, elə məqamlar olur ki, insan deyir ki, kaş bir dənə keçsəydi, qutarsaydı, bir asanlıq gəlsəydi, yüngüllük gəlsəydi. Bir də müqabilində nə var? Əbədi yer haradır? Cənnət. Allah bizlərə cənnət nəsib eləsin, subhanallah. Yəni, cənnət üçün, bu dünya müvəqqətidir. Həqiqətən. Yəni, hanı bizim ulu babalarımız, hanı bizim babalarımız, hanı bizim nələrimiz, hanısı dünyasını dəyişib ediblər, subhanallah. Nə cünə yaşayıblar, nə cünə yaşamayıblar. Allah bilir. Elə deyil mi? Yəni, bu dünya doğrudan da yaxşı yeri olmuş olsaydı, məsləhətli yeri olmuş olsaydı, Allah peyğəmbərlərini, xüsusən də Muhammed sallallahu aleyhi ve selləmi bu dünyada saxlayar. Sallallahu aleyhi ve sellem. Deməli, bu dünyanın Allah qatında nədir? Qədir qiymət yox, dəyəri yox. Həqiqətən. Yaxşı, bu dünyaya nəyə görə gəlmişik? Bizə lazım olan burasıdır. Sıxıntılar öz yerində. Yəni, əzab əziyyətlər Allah qorusun. Müxtəlif formada Allah qorusun. Allah bütün müsəlmanları qorusun. Bəzisinin evladı xəstədir, Allah qorusun. Allah bütün xəstə müsəlmanlara şəfa versin, ya Rab. İllər boyu ondan əziyyət çəkir. Bilirsiniz, valideyn üçün evlad xəstəliyi, evlad imtihanı çox ağırdır. İllər boyu ondan əziyyət çəkir. Yəni, valideyn yaşadıqca o uşaqla əziyyət çəkir. Yadıma gəlir, bir dəfə məscidlərin birində hardasa yaşları 20, 25, 26 yaşına çatmış 2 dənə qardaş idilər, 2 qardaşlar. Ataları onları gətirib aparırdı məscidə. Yəni, uşaqların çəkiləri yüngülüydü, düzdür. Yəni, ayaqlarının ucunda gəzirdilər də. Həmi xilqət olaraq yaradışları fərqli idi. Həmi ayaqlarını yerə qoya bilmirdi, tam, Allah qorusun. Beləlikdə, həm də şuurları, zehinləri tam özlərində deyildi. Məscidə gəlirdilər, gedirdilər, cəmaatla da, cəmaat nə cür təkbir gətirir, onlar da belə cəmaata baxıb hərəkətlər edirlər. Uşaqlar nə cür edirlər? Həqiqətən, subhanallah, bəlkə bir günlər fikirləşdim, yəni Allaha sığınıram, onlar haqqında fikirləşirdim ki, subhanallah, bu uşaqların ataları dünyasında yaşanan sonra necə olacaq bunlar? Sonradan müəllimlərin biri ilə danışanda Allah razı olsun, belə bir tövsiyə elədi ki, sən narahat olma, onların Rəbləri var, elhamdülillah. Atası dünyasında yaşaya bilir, amma onların Rəbləri var. Rəbləri onlara kömək eləyəcək. Yəni, nə demək istəyirəm? Bəzən olur ki, evlad imtihanı Allah qorusun. Xəstəliklərlə, digər məsələlərlə. Valideyn üçün ürək dağı olur, subhanallah. Siz düşünün ki, bayaq dediyimiz o müəllimin sözünə qayıdıram.
Ömür boyu insan belə yaşayır. 1000 il, 2000 il, Allah korusun. Elə şeyx orada düz deyir. Adamın ürəyi partiyaya bölər deyir, Allah korusun. Yəni, bayaq dediyimiz məsələ nə idi? Yaxşı, niyə görə dünyaya gəlmişik? Bu dünya imtihan yeridir. İmtihan. Amma çalışmaq lazımdır, bu dünyanı elə yaşamaq lazımdır ki, sabahları biz Allahla görüşəcəyik. Həqiqətən, o məqama gözümüzün qabağımıza gətirməli ki, bizim Allahla görüşümüz var. Heç olmaz, mən bu günləri kimsə xətrinə dəymişəmsə, istərsə evimdə, istərsə evimin kənarında, dizləri üstə gedərəm o yanına, heç olmaz. Halallıq alaram ondan bu günləri. Sabahları Allahla görüşəndə, o insan məndən şikayət eləyəndə çox çətin olacaq. Qadının yanına gələcək yoldaşı, hədislərdə keçir, siz də bildiyiniz kimi, deyəcək ki, sənə necə ər olmuşdum, üzr istəyirəm. Sənə necə yoldaş olmuşdum. Deyəcək, ən gözəl şəkildə. Aldın, geyindirdin, yedizdirdin, içizdirdin. Deyəcək ki, bu qədər gözəlliklər etmişəm sənə, bu qədər yaxşılıqlar etmişəm. Bir dənə mənə həsənət ver. Deyəcək, üzr istəyirəm, verə bilmərəm. Bugün sənə heç nə verə bilməyəcək. Qızının yanına gedəcək, oğlunun yanına gedəcək. Atasının, anasının, Allah akbar. Bu dünyada elə yaşamaq lazımdır ki, belə bir, nəzir deyim, elə bir proqram eləməliyik ki də, çalışıb heç kimlə problem yaşamamaq. Biz özümüzə söz verməliyik ki, mən çalışacağım, heç kimlə problem yaşamayayım. Hətta kimlərsə mənlə problem yaşamaq istəyirsə, qoy onlar eləsinlər. Mən tərəfdən kiməsə pislik dəyməsin. Mən tərəfdən bu pislik məndən başlamasın. Çünki qiyamət günü var, subhanallah. Allahla görüşmək var. Bəzən biz o qədər zəifləyirik ki, Allah bizləri bağışlasın. Həqiqətən, subhanallah, elə yaşayırıq ki, sanki qiyamət günü olmayacaq. Biz buna iman etmişik, subhanallah. Bu imanın şərtlərindən biridir. Ahirətə iman etmək, imanın şərtlərindən biridir. Ahirət günü o gündür ki, bütün insanlar Allahın qarşısına gələcək. Biz bu dünyada elə yaşamalıyıq ki, qorxu içərisində. Qorxu içərisində ki, subhanallah. Nə badə? Birincisi Allahın haqqı, subhanahu tələm. Yaradılış qayəmizi Allah bizə xəbər verib, ibadət üçün. Sonra da insanların haqları. Yəni, çalışmaq lazımdır ki, yəni, dindar insan olmaq, salih insan olmaq, gözəl, ədəbli, əxlaqlı, Allahla, subhanahu tələ ilə, insanlarla, ailə ilə, çöldə olan insanlarla, qardaşlarla. Vallahi, qardaşlara qarşı çox mehriban olmaq, yəni onları sevmək, onlara dua etmək. Bizdən öncəkilər necə olublar? Bu dünyada belə yaşamaq lazım. Fikir verin, subhanallah, Allah İsra surasında səhv eləməmsə, dünyanın da misalını verir, axirətin də. Axirətin adını çəkir. Buna fikir verin, subhanallah, burada incə bir məqam var. Allah axirətdən danışanda axirətin adını çəkir. Dünyanın adını çəkəndə, dünyanın mövzusu gələndə adını demir. Hədihi işarəsi ilə işarə edir. Ərəb dilində qrammatika qaydasını bilən qardaşlar bilirlər. Qayda var. Yəni, dünya müənnəsdə gəlir, qadın cinsində. Orada Allah Subhanahu taala dünyadan danışanda hədihi deyib keçir. Təfsir alimləri bilsin nə deyir? Deyir ki, Allahın qatında dünya o qədər dəyərsizdir ki, Allah adını belə çəkmir. Fikir verirsiniz? Bizə necə deyirlər, təbiri doğrusu? Bunu deyirəm də, bundan danışıram, heç adını da demir. Fikrimi çatıra bildim. Dünya Allah qatında o qədər dəyərsizdir ki, Allah adını çəkmir. Amma axirətdən danışır Subhanahu taala. Fikir verirsiniz? Ona görə barakallahu fikum, dünya nədir? Liyabluwakum eyyukum ahsanu amala. Allah Subhanahu taala xəbər verir ki, sizi yaradıb ki, əməlləri baxımından hansınız daha yaxşısınız? Bu dünyaya gəlmək məqsədimiz Allaha ibadət və imtihandır. İmtihandır. Fəmən ya'məl misqalə zərrətin xayran yara. Allahu akbar. Yəni bu ayət həqiqətən oxunanda, eşidiləndə, yəni qarşımıza çıxanda bu ayətlər bizə təsir eləmirsə, mütləq ki, o qəlblərdə nəsə problemlər var. Necə olur Allahu akbar? Ayətlər, üzr istəyirəm, sahabələrə nazil olanda, Peyğəmbərə nazil olanda sallallahu aleyhi ve sellem, onların qəlblərini parçalayırdı. Onlara nə cünə təsir edir, Allahu akbar. Hədislər bizə nəyə görə təsir eləmir, Allahu akbar. Fəmən ya'məl misqalə zərrətin xayran yara. Bilsin nə deməkdir? Kim zərrə qədər xeyir iş görərsə, zərrə qədər, onu mütləq əvəzini alacaq. Və mən ya'məl misqalə zərrətin şərran yara. Kim də zərrə qədər şər bir iş görərsə, onun əvəzini mütləq alacaqdır. Allah qorusun ki, illər boyu insanlar pisliklər edirlər, Allah qorusun. Zülümlər edirlər, danışırlar. İnsanların haqqına girirlər, Allah qorusun. Bu dünyada yaşamaq lazımdır ki, yəni bu dünyadan köçərkən, yəni iz qoyub getmək. Çalış ki, sən yaxşı iz qoyub gedəsən. Çalış ki, arxanla rəhmət oxunsun.
Yoxsa deməsinlər ki, nə yaxşı burada dünyasını dəyişdi. Allah qorusun. Onsuz da biz yaşayırıq da dünyanın düzdür. 2 halın ikisində də bu dünyaya gəlmişik, yaşayırıq və bu dünyada közəcəyik. Allah Subhanahu taala faydalı itaat üzərində ömür versin. Allah gözəl sonluq nəsib eləsin. Gözəl sonluq üçün də çalışmaq lazım. Gözəl sonluq asan deyil. Elə fikirləşmək ki, gözəl sonluq elə asan da olur. Allah qorusun, yadıma gəlir, bir günləri Şeyx Məşhur Həfizəhullah dərslərin birində danışırdı. Deyirdi ki, husnul xatimə üçün, gözəl sonluq üçün ən gözəl əməllər nədir? Ən gözəl əməllərdən biri daha doğrusu. Elm əhlinə qarşı, alimlərə qarşı dili qorumaq. Əksər insanların, deyir Allah qorusun, bu dünyadan köçməyində problem yaşayan insanlar, o insanlar deyilən nədir? Elm əhlinə qarşı dillərini qorumur. Yəni, qorxuludur o insan halı, Allah qorusun. Qorxuludur ki, o insanın halı ki nədir? İnsanlar elm əhli haqqında danışır. Yəni, o insanların əksəriyyəti müvəffəq ola bilmir husnul xatiməyə. Yəni, insanlar, kişilər belə deyək də, həyatlarını qoyublar. Ömürlərini qoyan insanlar olur. Vallahi, mövzumuz bu deyil. Biraz haşiyə çıxıram, yenə qaydacağım inşallah. İmam Tabari Rahiməhullah, bilirsiniz, təfsir-i Tabari, eşitmişsiniz. Yəni, Quran-ı Kərimin təfsir edən alimlərdən biri. Böyük alimlərdən. İmam Tabari 13-14 yaşından evindən çıxır. Elm tələbi ilə. Tələbinin ardınca gedir. Yəni, getdiyi yerdə də dünyasını dəyişir. 70 neçə yaşında dünyasını dəyişir, Rahiməhullah. Siz düşünün ki, bir nəfər evindən çıxır, bir də geri dönmür. Getdiyi yer nəyin dalınca gedir? Elm öyrənmək üçün. İnsan həyatından keçib, Allah haqqı. Hər bir şeyini tərk edib. Yəni, bu günləri bizə yaraşarmı ki, Allah qorusun? Elm əhli haqqında danışmaq, alimlər haqqında danışmaq. Özdəki böyük alimlər, Allah qorusun. Məsələ gəlib o yerə çatıb ki, Allahdan salamasılıq afiyət diləyir, həqiqət. Elm əhli təkvir olunur, Allah qorusun. Bu müsibət. Özdəki görün kimlər, subhanallah. Elm əhli təkvir olmaz. Həmin insanlar üçün Şeyx Məşhur danışırdı, Həfizəhullah. Deyir ki, qorxulu deyir onların deyir. Hüsnul xatimə ilə dünyasını dəyişməyə, Allah qorusun. Allah bizim dilimizi qorusun. Həqiqət. İnsan gərək nədir? Allahdan qorusun. Yəni, bu günləri bizdə Allah qorxusu o qədər azalıb ki, yəni Allah da şahid ki, mən Allaha sığınıram, yəni təvazükarlıq babından demirəm. Mən də sizin birincinizəm. Mən də sizin birincinizəm, vallahi ki. O qədər yəni o qədər təqva azalıb ki, biz nə istəyirik danışırıq. Nə istəyirik, elə olmaz qardaş. Yəni, danışdıqlarımızı gəlib fikirləşək. Bunlara görə cavab verəcək. Etdiklərimizə görə fikirləşək ki, bunlara görə cavab verəcək. Yoxsa ki, biz belə deyək də, biz, nəzür deyim, yaxşı səslənsin, biz azad insanlar deyirik, qardaş. Biz quluq, qul. Biz Allahın quluyuq. Yəni, qul, elə deyək ki, nə istəsə eləsin. Allahın əmirləri var, qadağaları var, düzdür? Hansısa bir müdürün işçiləri eləmə eləyirlər. Subhanallah. Yəni, Allah subhanahu teala daha yüksək məqam sahibi deyilmi? Subhanahu teala. Yəni, işçilər müdürə qarşı nə cür? Müdür orada qayda qanun qoyub. Saat 8-də gələcəksən, qardaş. Axşam 6-da çıxacaqsın. Düzdür? Yəni, bu məxluq, iki məxluqun arasında baş verən bir şey. Allah subhanahu teala'nın əmirləri var, qadağaları var. Üstəlik də bu əmirlər, qadağalar bizim üçün xeyirlidir. Bizim üçün keçərli, bizim üçündür bunlar. Yəni, biz öz başına deyilik. Təbiri doğrudur. Öz başına deyilik ki, nə istəsə eləyək. Xeyr elə deyil. Bizim Rəbbimizin subhanahu teala əmirləri var. İnsan gərək Allahdan qorxsun, həqiqət. Müsəlman gərək Allahdan qorxsun, sözlərində və feillərində. Ona görə dünyadan elə istifadə eləmək lazımdır ki, keçici bir yolda, keçici bir musafirin keçdiyi bir yoldur. Necə ki, hədislərdə gəlib, əsərlərdə gəlib, rəvayətlər varid olub. Peyğəmbərimizdən, sahabələrdən, radiyallahu anh. Dünyada elə yaşamaq ki, nədir? Bayaq dediyim kimi, barakallahu fikum, heç kimlə çalışıb problem yaşamamaq. Heç olmaz, qoy kimlər sən haqqında danışsın, sən danış. Kimlər sənə nəsə eləmək istəyir, sən eləmə. Sən Allaha həvalə elə, subhanahu teala, bütün işlərini, Allah hər şeyi yaxşı yoluna qoyan. Amma ki, Allah qorusun, sən də ona baş qoşsan, sən də ona danışsan, sən birinci başlasan, bu problem olacaq, Allah qorusun. Dünya, barakallahu fikum, imtihan üçün yerdir və sıxıntılardır. Sıxıntılar da ki, özə bir deyil, iki deyil. Bu dünyada elə yaşamaq lazımdır ki, nədir? Qorxa-qorxa. Huzeyfə ibn Yəmən radiyallahu anhu, Huzeyfə ibn Yəmən, səhv eləməmsə, Umar ibn Xattaba soruşur, deyir ki, dünyanın nə cürünə vəsf edərsən? Allah alim, ikisindən biri bilmirəm hansısa deyir, amma ki, Umar ibn Xattabla Huzeyfə ibn Yəmən ikisi, deyir ki, dünyada deyir, elə gəzir ki, deyir, elə vəsf edir. Deyir ki, dünyanı mən vəsf edərəm sən. O tikanlıqda deyir, tikanlıqda. İnsan deyir, ayaqyalın gəzirsə deyir,
ayaqlarında üzvünüzdən razı olsun, əzəlləkumullah, ayaqqabılar olmasa deyir, nə cür gəzəcək? Qorxa-qorxa da indi batacaq tikan, indi batacaq, pusat batacaq, belə-belə gəzəcək, düzdür? O dünya bu cür nə? Dünyada bu cür nə olmaq lazım? Yəni, əmirlər, qadağalar, əmirlər, qadağalar. Sonunda barakallahu fikum, sizin üçün də, özüm üçün də inşallah ki, müjdə olar Allahın izni ilə. Yenə Huzeyfə radiyallahu anhu başqa bir sahabə qardaşına soruşur. Bu rivayət, sahih rivayətdir. Deyir ki, bəs soruşur yox, daha doğrusu deyir ki, başqa bir sahabə qardaşına, deyir ki, cənnətdə deyir, cənnətdə. Bir qarış olsa da belə, odun, çırpı, qıxmıq, belə bir şeylə tapmayacaqsan deyir. Mən bunu dünyanın misal müqabilində, müqayisəsi üçün deyirəm əslində. O qardaş da, sahabə qardaş da soruşur ki, başqa bir sahabə, deyir ki, nə cür nə bəsləyir? Neçə ayətlər var Quran-ı Kərimdə. Ağaclar altından çaylar axan ədlin bağları, nə qədər ayətlər var. Bəs bu ağaclar nə ağaclardır? Deyir ki, deyir, o ağaclar sən bildiyin ağaclar deyil. Deyir, cənnətdə deyir, olan ağacların hamısı deyir, qızıldan, mirvaridən, gümüşdən olacaqdır. Subhanallah. Siz demin o budaqlar hamısı qızıldan imiş. Fikir versəyiz, Allah bizə nəsib eləsin. Ona görə bu dünyanı o dünyaya dəyişmək olmaz. Bu dünyanın nədir? O dünyaya dəyişmək olmaz. Ətəstəbdilunəl-ləzi huvə ədnə billəzi huvə xeyr. Musa aleyhisselamın qövmü Musadan nəyi tələb etdi? Nəyi müqabilində nəyi tələb etdi? Sizə bir misal vereyim, barakallahu fikum. Daha doğrusu özümüzə bir misal olsun. Həmişə bunu belə gözümüzün qabağına gətirək. Musanın qövmü, Bəni İsrail, Musa'ya deyir ki, bildirsin ətini müqabilində, Allah onları bildirsin ətinə kimi vermişdir. Quran-ı Kərimdə ayət elə deyil mi? Deyir ki, bizə deyir, soğanından, sarımsağından, mərciməyindən verdi. Allahdan istə. Allah subhanahu wa ta'ala Musa'ya deyir ki, Qul ətəstəbdilunəl-ləzi huvə ədnə billəzi huvə xeyr. Deyir ki, deyir, üzərində olduğunuzu ondan aşağı olan şeylərlə dəyişirsiniz. Yəni, bir mənada soğanı, sarımsağı bildirsin ətinə dəyişirsiniz. İndi soğan, sarımsaq dünya olsun, bildirsin ətə cənnət. Fikrimi çatdıra bildim də. Allah bizə cənnət nəsib eləsin. Barakallahu fikum, əhsənallahu ileykum. Cəzakumullah xeyr.